Salam, bilirsiniz bugün biz təhsil, insan beyni və texnologiyanın tam kəsişdiyi o kritik nöqtəyə baxacağıq. Bu izahlı təhlildə bəzi mürəkkəb tədqiqatları vərəqləyib, son illərdə təhsillə bağlı inandığımız bəlkə də ən böyük mifi dağıdacağıq. Mövzu doğrudan da çox maraqlıdır və texnologiyaya baxış bucağınızı tamamilə dəyişə bilər. Elə isə gəlin vaxt itirmədən başlayaq. Baxın, hər kəsin, xüsusən də ekspertlərin bugün cavabını axtardığı o böyük sual budur. Süni intellekt dövründə təhsil əslində necə dəyişəcək? İllərdir bizə elə gəlirdi ki, sinfə nə qədər çox planşet, nə qədər çox smart lövhə yığsaq, hər şey bir o qədər möhtəşəm olacaq, düzdür? Amma maraqlıdır ki, bugün dünyanın ən qabaqcıl, texnologiya nəhəngi olan ölkələri qəfildən tormoza basıblar. Onlar uşaqların əlindən ekranları alıb, yenidən o köhnə, bildiyimiz fiziki kitablara qayıdırlar. Axı niyə? Bizi təəccübləndirən əsas sir tam olaraq buradadır. Yaxşı, gəlin məsələnin içinə daxil olaq. Birinci hissəmiz, rəqəmsallaşma paradoksu, yəni sinifdə texnologiyaya niyə mütləq yenidən baxmalıyıq? Təhsil eksperti İlham Əhmədov çox dəqiq bir məqama toxunur. O deyir ki, daha çox texnologiya heç də daha yaxşı təhsil demək deyil. Bir anlıq düşünün. Biz bütün məktəbləri rəqəmsallaşdırmağın avtomatik olaraq daha savadlı nəsillər yetişdirəcəyine inanırdıq. Amma öyrənmək sadəcə barmağımızla ekranda məlumatı sürüşdürmək deyil axı. Bu prosesə dərin diqqət, mürəkkəb düşüncə və emosional bağlılıq lazımdır. Əgər bir cihaz uşağa bütün məlumatı saniyələr içində verirsə, amma uşağın beyni, təfəkkürü bu prosesdə passiv qalırsa, mənə inanın, bu təhsil deyil. Bu, sadəcə məlumatı istehlak etməkdir. İndi isə diqqət edin, ən maraqlı məqam məhz budur. Gözləntilərimizlə reallıq arasındakı o böyük uçurum. Sol tərəfdə o qızıl vədləri görürük. Planşetlər, elektron kitablar, tam rəqəmsallaşmış gələcək. Sağ tərəfdə isə İsveçin indiki reallığı. Düşünün, İsveç hökuməti şagirdlərin oxuma və anlama qabiliyyətində necə dəhşətli bir geriləmə gördüsə, uzun illər apardığı siyasəti tamamilə dəyişdi. İndi onlar nələr edirlər? Telefonları məhdudlaşdırırlar, ekran vaxtını kəsirlər və bəli, yenidən kağız kitablara, qələmlə yazmağa qayıdırlar. Bəs İsveç kimi bir ölkəni bu qərarı almağa nə məcbur etdi? Səbəb siyasət falan deyil, təmiz elmdir. İkinci hissəyə keçirik. Kağız ekranla üz-üzə və təbii ki, öyrənmənin neyrobiyologiyası. Təsəvvür edin, əlinizə fiziki bir kitab alıb oxuyanda, beyniniz əslində o mətnin arxitekturasını, fiziki xəritəsini cızır. Siz kitabın qalınlığını hiss edirsiniz. Hansı məlumatın yuxarıda və ya aşağıda olduğunu vizual olaraq yadda saxlayırsınız. Bu, uzun müddətli yaddaşı elə gücləndirir ki, sanki məlumat beyninizə mismarlanır. Bəs ekran? Ekran beyni sadəcə sürətli baxış rejiminə salır. Biz oxumuruq, biz mətni sadəcə skan edirik. Nəticədə, o an üçün hər şey bildiyimizi sanırıq, amma bir neçə saat sonra demək olar ki, işini xatırlamırıq. Qavrama olduqca səthi olur. Yaxşı, oxumağı bildik, bəs yazmaq necə? Neyrobiyologiya göstərir ki, qələmlə kağıza yazanda beynimizdə sözün əsl mənasında bir sehir baş verir. Hərfləri yazarkən görmə, diqqət və motor yaddaşınız eyni anda işə düşür. Yəni, hər bir hərfin forması beyninizə həkk olunur. Klaviaturada isə vəziyyət fərqlidir. Düzdür, klaviaturada yazmaq dəhşətli dərəcədə sürətlidir. Səhifələrlə mətni qısa zamanda yaza bilərsiniz. Amma unutmayın, öyrənmədə sürət heç də həmişə keyfiyyət demək deyil. Bura qədər hər şey aydındır. İndi isə gəlin dərəcəni biraz da qaldıraq və universitetlərə baxaq. Üçüncü hissə süni intellekt nəsli böhranı. Yəni, cavab axtarmaqdan onları birbaşa generasiya etməyə keçid. Universitetlərdə məsələ artıq oxuyub anlamaqdan çıxıb əsl təfəkkür böhranına çevrilir. Təsəvvür edin, hələ 2008-ci ildə Google nəsli deyilən anlayış yarananda alimlər narahat idi ki, tələbələr əzbərləmir, ancaq axtarış edir. Amma bugün biz tamamilə fərqli bir süni intellekt nəsli ilə üz-üzəyik. Bu nəsil artıq axtarış falan etmir. Onlar sadəcə süni intellektə göstəriş verir. Si isə axtarır, məqaləni təhlil edir, esseni yazır, hətta təqdimatı da yığıb verir. Tələbə bütün bu mürəkkəb zehni mərhələləri sıçrayıb keçir. Düşünmək əvəzinə işi maşınlara vermişik və düşünmə prosesindən insan elementi tamamilə silinmək üzrədir. Baxın, elmi təfəkkürü gözləyən bu risklərə ekranda qısaca nəzər salaq. Məsələn, dərin oxu itkisi artıq sübut olunmuş bir bəladır. Gənclər uzun, elmi mətnləri qavraya bilmirlər. Amma məncə buradakı ən qorxulu şey bilik illüziyasıdır. Yəni, tələbə ekranda asan tapdığı cavabı görür və elə bilir ki, vəssalam, mövzunu tam anladı. Halbuki o fikrin altındakı məntiqdən xəbəri belə yoxdur. Və ya təngili düşüncəni götürək. Elm sual verməklə başlayır, düzdür? Amma maşınlar hər şeyə hazır cavab verdiyi üçün tələbələr sadəcə sual verməyi unudurlar. Tədricən elm yaradıcılarındansa sadəcə rəqəmsal istehlakçılara çevrilirik.
Və gəldik məsələnin ən həlledici nöqtəsinə. Bütün bu təhlükələrin kökündə dayanan o acı reallıq məhz bu rəqəmdə gizlənib. 15. Bilirsiniz bu nədir? Bugün tələbələrin bir mövzuya, bir işə tam diqqətini verə bildiyi maksimum müddətdir. Cəmi 10-15 dəqiqə. Bəlkə düşünürsünüz ki, bu həmişə belə olub, amma qətiyyən yox. Professorlar deyir ki, 90-cı illərdə bu rəqəm 40-50 dəqiqə idi. Qısa videolar, ardı-arası kəsilməyən bildirişlər beynimizi dopaminə elə öyrəşdirib ki, diqqətimiz tamamilə darmadağın olub. Halbuki universitet təhsili sürət deyil, dərin fokuslanma tələb edən bir yerdir. Yaxşı, bu qədər tənqid etdik. Bəs çıxış yolu nədir? Texnologiyadan tamamilə imtina edib bütün kompüterləri kənara ataq? Təbii ki, yox. 4-cü hissədə həldən danışırıq. İnsan zəkası və süni intellektin hibrid modeli. Gəlin bu modelin necə pillə-pillə qurulduğuna baxaq. Biz bilirik ki, gələcək rəqəmsal olacaq. Texnologiyadan qaçmaq bizi dünyadan geri salar. Ekspertlərin təklif etdiyi ideal və məntiqi xronologiya budur. İbtidai siniflərdə, yəni 1-dən 4-cü sinifə qədər ekran mütləq minimumda olmalıdır. Uşaq kitab oxumalı, əllə yazmalı və beyninin koqnitiv təməlini qurmalıdır. Orta siniflərə keçdikcə şagirdlərə asta-asta məhdud şəkildə rəqəmsal alətlərlə tanış etmək olar. Amma yuxarı siniflərə, 10-cu, 11-ci siniflərə çatanda artıq təməl möhkəmdir deyə onlara tamamilə süni intellekt savadlılığı, tədqiqat və mürəkkəb rəqəmsal layihələr verilməlidir. Yəni hər şeyin öz doğru vaxtı var. Burada təhsil eksperti İlham Əhmədovun təhlilindəki xüsusi bir məqamı qeyd etmək istəyirəm. O, yeni yaradılan Qarabağ Universiteti timsalında çox vacib bir məsləhət verir. Bildirir ki, hədəfimiz sadəcə binaları ən son model cihazlarla doldurmaq olmamalıdır, bunu etmək çox asandır. Əsas çətin və dəyərli olan məhz o, insan zəkası üstəgəl süni zəka modelini qura bilməkdir. Yəni, sistemin təm mərkəzində hər zaman fəal, düşünən, sual verən tələbə dayanmalıdır, texnologiya isə sadəcə və sadəcə ona kömək edən bir alət kimi qalmalıdır. Və bugünkü izahlı təhlilin ən böyük, ən vacib nəticəsinə gəlirik. Baxın, gələcəkdə universitetlərin əsas işi tələbəyə sadəcə məlumat əzbərlətmək olmayacaq. Onsuz da süni intellekt bütün biliklərə sahibdir. Universitetlər əsl düşünmə laboratoriyasına çevrilməlidir. İş bazarında ən yaxşı kadr süni intellektə sadəcə sual verməyi bacaran şəxs olmayacaq. Əsl uğurlu məzun o olacaq ki, süni intellektin verdiyi o uzun, bərbəzəkli cavabların içindəki məntiqi səhvləri tuta bilsin, onu elmi skeptisizmlə tənqid edə bilsin və idarəni öz əlində saxlasın. Bu qədər məlumatı birlikdə həzm etdiyimizə görə sonda sizi provokativ bir sualla baş-başa buraxmaq istəyirəm. Bütün bu elmi faktları və acı reallıqları nəzərə alsaq, bu süni intellekt tufanının ortasında siz özünüzün və ya evladlarınızın öyrənmə prosesini tam olaraq necə dəyişəcəksiniz? Fiziki kitabları masanızda saxlayıb rəqəmsal dünyanı özünüz idarə edəcəksiniz, yoxsa sükanı tamamilə alqoritmlərə buraxacaqsınız? Ümid edirəm, bugünkü izahımız bəzi məsələlərə daha aydın baxmağınıza kömək etdi və ən əsası heç vaxt düşünməkdən və sual verməkdən vaz keçməyin.